Mağazamızdan uğurluq olub, əziz izləyicilərimiz 2 nəfər birdən qızla oğlan daxil olublar mağazamıza. Tamırlar deyirəm. Qutqu uğurluyub. Qapıdan keçməyə keçəndə mühafizə onları tutur, saxlayır. Hatta bax tutdular. Və ikisini də tutdu, bastı içəri. Elə bilirsiniz qaça biləsiniz. Deyir, elə bilirsiniz qaça biləcəksiniz. Birinci oğlan şirinlik eləmək istəyir. Sonra qızı soyundurur, görür üstündə maqnit var. Baxın, baba orada, saatın arxasındadır deyə soyundurdu. Hamısında. Oğlan da orada əlləşir, deyir ki, biz oğurluq eləməmişik. Mühafizə xanım da tutdu, ikisini də tulladı çölə. Utanmırsınız, deyirəm. Quran utanıb bir qızarmırsınız, deyirəm. Nə oğurluq nəyə lazım? Biz güya neçəyə satırıq ki, siz gəlib bizdən oğurlayasınız. 20 manatdan kutkalar qadın adlarında başlayır, 17 manatdan kişi adlarında başlayır. Bunu gəlib almağa nə çətinlik var ki, niyə siz gəlib oğurluyorsunuz da yəni? Gəlib bax bunu oğurluyorsunuz. 200-dür, çevirib o birisi tərəfində geyinirsiniz, Siz elə bilirsiniz ki, bunu eləməklə biz sizi tuta bilməyəcəyik. Maşallah olsun, dağ ki mühafizəmiz var orada. Sizi toyuq uğurlar. Toğ oğrayanlar gəlib buradan şu bu. Bunu nəyin oğursa 200 manata düz qınamıram. Biz 200 manata satdılar qıraqda gəlib. Siz də bunu bizə 80 manata görürsünüz gəlib bizdən oğurlayıb aparıb 200 manata satmaqsınız. Amma bizim mühafizəçimiz ona imkan verməz. Sirənci iləndir, bəli. Qapıda bizim bir dənə mühafizəmiz var. Yəni siz xeyri yoxda, yəni onun əlinə heç cürə keçə bilmərsiniz. Ona görə də gəlin pulunuzu verin, alın xeyirli günlərə. Canımıza yazığınız gəlsin.